Bu videoda adjective clause'ların izahını və test izahını verəcəm. Adjective clause əvvəla baxaq görək nədir? Deməli, isimdən sonra gəlir, onu təsvir edir və ya onu dəqiqləşdirir. Hansı sözlərdən istifadə edəcəyik? Who, whom, which, that, whose, where, when kimi sözlərdən istifadə olunacaqdır. Yəni, cümlədə boşluq veriləcəkdir, nöqtələr və biz o nöqtələrdən əvvələ baxacağıq, həmin o ismi təyin edəcəyik. Baxırıq bu cümlədə who nöqtələrdən əvvəl, yəni burada boşluq olduğunu düşünün. Nöqtələrdən əvvəl mən canlı gəlibdir. Və nöqtələrdən sonra helped xəbər gəlibdir. Canlını təyin etmək üçün nədən istifadə edəcəyik? Who, canlılar təyin edərkən who və that istifadə olunur. Baxın, who kim ki kömək edib bala dələyə became famous. Baxın, burada hərfi tərcümə zamanı kim ki şəklində tərcümə edirik, ancaq doğru tərcümə feili sifət şəklindədir. Kömək edən adam məşhur oldu. Edən adam məşhur oldu. Burada who helped a baby squirrel hissəsi mən sözünü təyin edibdir. Bu da olubdur təyin budaq cümləsi. Baxın, bu hissə, bu mən sözünü təyin edib. Kim ki kömək etdi? Kömək edən adam. Biz bu cümlələrdə relative pronounlardan istifadə edəcəyik, yəni nisbi əvəzliklərdən. Əgər nöqtələrdən əvvəl canlı gəlibsə, insan gəlibdirsə, bu zaman who və that istifadə olunacaqdır. Who yazdığım yerə that də yaza bilirəm. Baxın, indi tutaq ki, burada boşluq olduğunu düşünək. Who olmayıbdır. Baxın, who yoxdur, boşluqdur. Əvvəla baxacaq boşluqdan əvvələ mən, qadın, canlıdır. Və özündən sonra xəbər gəlibdir. Canlı xəbər olarsa who olacaqdır. Belə testləri işləyərkən mütləq isim və xəbər uzlaşmasına da diqqət edilməlidir. Bəli, testlərdə həmişə düşür uzlaşma üçün. Yəni imtahanda da düşmüş imtahan modelidir, test modelidir, belə deyək. Baxın, bu who-da nisbi əvəzlik gələn hissədə, nisbi əvəzlikdən sonranı və nisbi əvəzlikdən əvvəli biz uzlaşdırmalıyıq. Mən sözü təkdədir. Demək ki, bu hissədə mənim verbüm də, xəbərim də təkdə olmalıdır. Tək xəbərlərində hansılardır? Is, was, has, does, feil sonunda s. Baxın, burada da feilin sonunda s veribdir. Yəni, tamamilə uzlaşıb. Əgər burada help versəydi, bu zaman yanlış olardı. Çünki qadın təkdədir. Bu belədir. Yuxarıdakı cümlədə who-dan əvvəl woman təkdir, who-dan sonra helps təkdir. Yəni, uzlaşıbdır. Bunu bildik. İndi keçdik whom-a. Whom kimə kimi deməkdir. Quruluş vermişəm burada. Nöqtələrdən əvvəl canlı, nöqtələrdən sonra mübtəda, yəni əvəzlik gəlməlidir. Whom yaza bildiyimiz yerə 3 dənə cavab bərabərində yaza bilirik. Who yaza bilirik. Who yaza biliriksə that yaza bilirik və boşluq yaza bilirik. Ümumiyyətlə, boşluğun qeydi odur ki, mütləq şəkildə boşluqdan sonra əvəzlik, yəni mübtəda gəlməlidir. Məsələn, the children nöqtələrdən sonra are gəlibdir, xəbər gəlibdir. Whom, the Smith, biz variantlara baxacağıq. Bir saniyə, variantlarda bu 1-dən 5-ə qədər olan hissəni baxaq görək, bu hissədə yaza bilirik ya yox. Whom the Smith adopted. Baxırıq ki, whom-un düsturunda nöqtələrdən əvvəl canlı, nöqtələrdən sonra mübtəda gəlibdir. Bəli, 1-i götürürük. 2-də whom yaza bildiyim yerə who da yaza bilirəm. 2-ni də götürürük. Who üçün fərqi yoxdur. Özündən sonra mübtəda gəldi, yoxsa xəbər gəldi. Əsas məsələ olsun ki, nöqtələrdən əvvəl canlı gəlmiş olsun. Canlı isim uşaqlar gəlibdir. Məkan bildirən söz deyil deyə V-yə verə bilmirik. 4 who yazmışıq deyə that də yaza bilirik. 5-də, baxın, bu 5-də çox uşaq çaşır. Deyir, ay müəllim, bunun nə olduğunu mən bilə bilmirəm. Görün, burada bağlayıcı sözümüz yoxdur bizim. Yəni, demək ki, bu hissə boşluqdur. Boşluqda nə istəyir? Özündən sonra mübtəda. Baxın, Smith mübtəda gəlibdir, demək ki, doğrudur. Boşluğun qeydi nədir? Boşluq mütləq şəkildə özündən sonra mübtəda istəyir. Whom yaza bildiyim yerə. Baxın, whom yaza bildiyim yerə who da yaza bildim, that da yaza bildim və boşluq da yaza bildim. Oldu cavabım 1, 2, 4, 5.
Məsələn, baxaq indi görək burada nə demişik. Nöqtələrdən əvvəl mən gəlibdi. I don't know helped him. Görürsüz, I mübtədam əvəzliyim gəlibdi. Demək, bura whom yaza bilirəm. Who yaza bildimsə, whom yaza bildiyim yerə who, that və boşluq yaza bilirəm. 4 cümlə, 4 cavabım olmuş olur. Qeyd yazmışam burada boşluq. Boşluq üstəgəl mübtədə olar. Yəni yeni cümlə başlamalıdır. Görün əvəzlik gəlibdi. Boşluq üstəgəl xəbər olmaz. İndi gəlirik növbəti test nümunəsinə. Nöqtələrdən əvvəl T gəlib. T sayılmayan isim, çay deməkdir, cansız isimdir. Mən cansız isimlərə nə deyə bilərəm? Which deyə bilərəm. Which dediyim yerə zət də deyə bilərəm. Deməli, A variantı doğru cavabdır. A-nı saxladım. Görək məsələ nədir? B variantında when-dən əvvəl zaman mənalı söz olmalı idi. Burada zaman mənalı söz yoxdur. İsimdən sonra isim əvəzli üstəgəl what olmaz, getdi. D variantında where veribdir. Nöqtədən əvvəl məkan bildirən söz olsa where verə bilərdim. E variantı görürsüz, bağlayıcı sözü görmürük. Deməli, bu variant boşluqdur. Boşluqdan sonra iz xəbər gəlibdir. Ola bilməz. Boşluq özündən sonra mübtəda istəyir. Deməli, oldu mənim cavabım A variantı which. Which yazdığım yerə that da yaza bilərəm. Və bir də cansızları təyin edərkən which, that, əgər nöqtələrdən sonra əvəzlik yeni cümlə başlayıbdırsa, mən ora boşluq da yaza bilərəm. Amma baxaq görək indi bu testdə mən boşluq yaza bilərəmmi? Nöqtələrdən sonra başlayın, səhv baxdım. E variantında nöqtələrdən sonra, baxın, boşluqdan sonra iz gəlib, xəbər gəlibdir, xeyr. Mən bura boşluq yaza bilmirəm. Deməli, which yaza bilirəm. A variantı. Əgər that olsaydı, that də yaza bilərdim. Sonra növbəti. Təyin etdiyimiz isim cümlədə obyekt halda əvəzliklə əvəz edilə, yəni 2 dəfə işlədilə bilməz. Hə, bu nə deməkdir? Baxın, that-lə təyin eləmişəm, the tweet. That-lə the tweet-i təyin etmişəm. Və təyin etdiyim bu cümlədə yenidən it deyərək onu əvəz etmişəm. Xeyr, əgər ismi cümlədə təyin edirəm, that Nick posted. Bu hissədə təyin etdiyim cümlədə həmin o ismi əvəzliklə yenidən əvəz edə bilmərəm. Bu yanlışdır. Təyin etdiyim ismi təyin budaq cümləsində yenidən əvəzliklə əvəz edə bilmərəm. Səhvdir. The tweet that Nick posted online went viral. Deməli, baxın, posted, gördünüzmü? Tamamlıq, yəni əvəzliyim yoxdur, təyin etmişəm, deməli, doğrudur. İndi gəlirəm, the apartment. Apartment cansızdır. Cansıza mən nə deyərəm? Which deyə bilərəm. Məkan mənalı sözdür. Əslində where də verə bilərəm. Amma indi where məsələsinə gələcək. Hamısını qarışdırmayaq, ardıcıl getsin. Deməli, cansız isim gəlibdir. Cansız ismə nə verə bilərəm? Which verə bilərəm. Which yazdığım yerə that deyə bilərəm. Əgər boşluqdan sonra əvəzlik gəlibsə, boşluq da verə bilərəm. Baxıram indi 1. 1 niyə səhvdir? Çünki deyirəm ki, əgər nöqtədən əvvəl təyin elədiyim ismi təyin budaq cümləsində əvəzliklə yenidən verərəmsə, bu səhvdir. 1-im səhvdir. 2-yə baxıram. Müəllim, mən burada bağlayıcı söz görmürəm. Görmürsənsə, deməli, bu boşluqdur. Boşluqdan sonra əvəzlik gəlibdir. Bəli, yeni cümlə başlayıbsa, boşluq verirəm. 2-ni götürdüm. Sonra which, bəli, cansız ismi which ilə təyin edə bilirəm. Doğrudur. Which-nin fərqi yoxdur, özündən sonra mübtəda gəlsin, ya xəbər fərq eləmir. Əsas odur ki, deyir, mən cansız ismi təyin edəcəm. Apartment, mənzil, məkan mənalı, zaman mənalı söz deyil, when verə bilmirəm. Which yazdığım yerə that da yaza bilirəm. Bəli. 2, 3, 5 olacaq. İndi görün burada nə yazmışam. Yazmışıq bu testdə 1 olmaz. Çünki apartment sözü yenidən it ilə əvəz olunubdur. Bu səhvdir. Təyin etdiyim sözü təyin budaq cümləsində yenidən əvəzliklə adını çəkə bilmirəm. Baxın, yazmışam burada. Əvəz edə bilmərik. Burada apartment cansız isimdir. Which, that. Əgər nöqtədən sonra mübtəda gəlibsə boşluq. Ancaq diqqət etmək lazımdır ki, boşluqdan sonra mübtəda olmalıdır. Boşluq üstəgəl xəbər olmaz. Daha sonra əşyalar və heyvanlar üçün which, that boşluq. Boşluq özündən sonra mübtəda gələrsə ola bilər. Whose isim. Bəzi yerlərdə deyirlər ki, 2 ismin arasında, məsələn bura isim yazır. Yəni, bu tərəfdə də isimdir. 2 ismin arasında bu hissədə deyir whose olsun. Amma elə testlər görəcəksiniz ki, özündən əvvəl isim istəmir. Mən diqqət eləməliyəm. Nəyi? Whose'dan sonra mütləq isim gəlsin. Yəni, özündən əvvəl isim gələ də bilər.
Gəlməyə də bilər. Əsas odur ki, who's-dan sonra isim gəlsin. Whose da nədir? His onun, her onun, its onun, yəni yəli əvəzliyidir. İsimli yəlik. Who's-dan əvvəl həm canlı, həm də cansız gələ bilər. Bəli, de ki o. Father. Gördünüz, canlı gəlibdir. Ancaq ikincidə book gəlibdir. Yenə də fərq eləmir. Özündən sonra isim gəlibdir ya, whose verəcəyik. Gəlir indi when-ə. When. Əgər boşluqdan əvvəl zaman mənalı söz gəlibdirsə, zaman bildirən söz when yazacaq. When cümlədən atıla bilər, yəni when və boşluq ola bilər. Bəli, bunu da bildik. İndi testinə baxaq. Nöqtələrdən əvvəl dey gəlibdir. Zaman mənalı sözdür. When verərəm, biri götürdüm. Məkan mənası bildirmir, when verə bilmirəm. Bağlayıcı söz görmürəm, deməli boşluqdur. Mübtəda gəlibdir. Deməli götürə bilirəm. Zaman mənalı söz deyil, how-nu çıxdım. Məkan mənalı söz deyil, where-ni çıxdım. Bax, söhbət bu dey sözündən gedir. Cavabım oldu 1-3. İndi gəldik where məsələsinə. Where. Məkan mənalı söz üstə gəl where. Məkan mənalı sözü həm which, həm də when ilə. Aha, bayaq bu demişdim. Məkan mənalı sözü həm which, həm də when ilə təyin edə bilərik. Ay müəllim, bəs onda neyniyəcəyik? Deməli, diqqət edirsiniz, əgər testin variantlarını asan qrupsa, birinci addımda baxıram ki, görüb nöqtələrdən sonra xəbər gəlib, yoxsa mübtəda. Where-dən sonra mütləq mübtəda gəlməlidir. Amma which-in fərqi yoxdur, özündən sonra mübtəda da ala bilir xəbərdə. İsimdən sonraki hissəni tərcümə edib sual verə biliriksə, həmin hissəyə there ya da harada sualını verə biliriksə, haraya, harada sualını cavab verirsə, where yazacağıq. Cavab verə bilmirsə, which yazacağıq. İndi baxaq. My new shirt didn't fit, so I took it back to the store. Store mağaza. Məkan bildirən sözdür. Buna which də deyə bilərəm, where də deyə bilərəm. A variantı why çıxıram. Cansızdır, who-mu çıxıram. C ilə D-nin arasında qaldım. Birinci addımda nə demişdim? Özündən sonraya bax. Where-dən sonra mübtəda gəlir. Əgər xəbər versəydi, götürməzdim. Yenə də qalıram where ilə which-in arasında. Deməli, bu hissəni tərcümə etməliyəm. I bought it. Mən onu aldım. Hardan? Mağazadan. Deməli, where olacaqdır. C və D bəndi arasında qalırıq. I bought it cümləsindən there, aldım oradan. Sözünü artırdıqda məna pozulmur və ya bu cümlədə harada, haradan sualını verə biliriksə, deməli cavab where olacaqdır. İndi əlavə testlərlə davam edək. Baxın, birinci testdə nöqtələrdən əvvəl house gəlibdir. İsim üstəgəl what olmaz, A variantı getdi. Cansız isimə which və yaxud da məkan bildirdiyinə görə where verə bilərəm. How olmaz. Zaman mənalı söz deyil, when olmaz. Who's-dan sonra isim gəlməli idi. Qaldı cavabım C bəndi. Baxın, bayaq danışdığımız which və where. İndi burada which verməyibdir. Variantı daha rahat qrupdur, amma yenə də baxaq. Deməli, biz dedik ki, nöqtələrdən sonraki hissəni I grew up, mən böyüdüm. Harda? Görürsünüz, harda sualını verə bilirəmsə, deməli, where olubdur. Bəli, demək cavabımız C bəndi. 2-də Kelly found a lost cat. Nöqtələrdən sonra cat gəlibdir. Heyvanlar, cansızlar which və ya that-lə ifadə olunacaq, təyin olunacaq ya da boşluqla. Nöqtələrdən əvvəl canlı deyirəm, yox. Nöqtələrdən əvvəl heyvan və ya cansız gəlibdirsə, which, that ya da boşluq. Which, that ya da boşluq. Baxıram ki, where məkan mənası bildirmir. B-ni saxladım. Canlı deyil, who-mu çıxdı. İsim üstəgəl what olmaz. Qaldım B və D-nin arasında. Needed ehtiyacı var. Bu nədir? Xəbərdir. Burada bağlayıcı söz görmürəm. Deməli, bu boşluqdur. Boşluq özündən sonra mübtəda istəyir. Xəbər yox. Deməli, cavabım oldu B variantı. 3-də the moment, an, zaman mənalıdır. Zaman mənalıdırsa D variantı. Nöqtələrdən əvvəl reason, səbəb gəldi. İsim üstəgəl what olmaz. 3-ü çıxıram. Zaman mənalı söz deyil, when-i çıxıram. Qaldı cavabım 2, 4, 5. Baxaq görək nədir? 2. Bağlayıcı sözüm yoxdur, deməli boşluqdur. Ola bilər. Mübtəda gəlibdir. Boşluqdan sonra mübtəda gəlirsə olur. That verə bilirəm. Cansız isimdir. Bir də the reason why deyə bilirəm. 2, 4, 5. 5-də.
Tyler finally explained. Baxıram ki, nöqtələrdən əvvəl explain gəlibdi, xəbərim gəlibdi. Görürsünüz, burada isim yoxdur ki, təyin eləyim. Deməli, nöqtələrdən sonraki hissəni mən tərcümə eləyib cavabı tapmalıyam. He solved the difficult puzzle. O, çətin puzzle həll etdi. Çətin bir tapmacanı həll etdi. Necə? D variantı. Who'dan sonra isim gəlməli idi, səhvdir. Whom'dan əvvəl canlı isim gəlməli idi, səhvdir. Who'dan əvvəl canlı gəlməli idi. What mənanı ödəmir, o həll etdi. Nəyi? Puzzle. Artıq puzzle var. What deməyimə ehtiyac yoxdur, qalır D variantı. 6-da nöqtələrdən əvvəl writer gəlibdi, yazıcı. Yazıcı canlıdır. Canlıları who, whom, that, boşluq. Məkan mənası bildirmir, V-yə getdi. Whom'dan sonra əvəzlik gəlməli idi, getdi. Nöqtələrdən sonra isim gəlibdi, getdi. Writer yazıcı, canlını mən təyin etməliyəm. Nöqtələrdən əvvəl canlı gəlib, which deyə bilmirəm. C variantı doğrudur. Whose books? Kiminki kitabları? Writer, yazıcı. Kiminki kitabları? C variantı doğrudur. 7-də. Nöqtələrdən əvvəl musician gəlib, musiqiçi, canlı. Who, whom, that boşluq verə bilirəm. V-yə məkan bildirmir, musician. Why niyə? İsmi təyin edə bilmirəm why-la. Yəni reason-dan başqa, reason var. Məkan, zaman mənalı deyil, V-ni çıxıram. Və canlı, ümumiyyətlə isim əvəzli üstəgəl vot olmaz, qalır cavabım A variant. Bəli, everyone. Görürsünüz, whomdan sonra da əvəzli gəlib, yeni cümlə başlayıb, mübtədan var. Nöqtələrdən əvvəl person gəlibdi, canlı. Canlıya when demərəm. Canlıya which demərəm. Məkan bildirmir, V-yə demərəm. How demərəm. Qalır B variantı, whose advice. Bəli, whosedan sonra isim gəlibdi. The day, gün. When deyərəm. Zaman mənalı sözdür, bəli, B variantı. Boşluq olsa, boşluq da verə bilərdim. The city, şəhər, məkan mənalı sözdür. Whose deyə bilmirəm, how deyə bilmirəm, when deyə bilmirəm. Məkan mənalı sözə which də deyə bilərəm, where də deyə bilərəm. Which hansı deməkdir, where harda deməkdir. Deməli, mən nöqtələrdən sonra tərcümə etməliyəm. Victoria was born. Victoria anadan olub. Harda? C variantı. 11-də. The song mahnı. Mahnı cansızdır. Whom deyə bilmərəm. Whosedan sonra isim gəlməli idi. Getdi. Reason deyil, why deyə bilmirəm. İsim üstəgəl, what deyə bilmirəm. Qalır cavabım E variantı. Dennis describe. Nöqtələrdən əvvəl isim yoxdur. Deməli, burayla işim bitdi. Described. Baxın, happened, baş verdi. Nə? Sual verirəm. C bənd. Digərləri təyin etməyə ismim yoxdur. Nöqtədən sonra tərcümə edirəm. Baş verdi, nə? 13-də. This article contains you need to know. Deməli, isim yoxdur. Deməli, nöqtələrdən sonranı you need to know hissəsini tərcümə edib bağlayıcı sözü istəməliyəm mən. Düzgün tərcümə etsəm, cümlə özü bağlayıcı sözü istəyir. Aha, you need to know. Sən bilməlisən. Nəyi? E variant. Nöqtələrdən əvvəl canlı isim gəlibdi. Canlını məkan bildirmir, V-yə deyə bilmərəm. İsim üstəgəl vot olmaz. Deməli, canlını necə təyin edirəm? Who. Canlını necə təyin edirəm? Who, whom, boşluq, that. İndi baxaq görək burada nə var. Baxırıq ki, who da var, with whom da var, E variantı whom var. Who kim? With whom kim ilə? Whom kimə kimi? İndi demək mənə tərcümə lazımdır. My colleague, mənim kolleqam. With whom kim ilə mən ofisi bölüşürəm, paylaşıram. C bəndi. B-də deyir kim ki mən bölüşürəm. Kimə ki mən bölüşürəm. E variantı. C bəndi var, tərcüməsi uyğun gəlir. 15-də. Nöqtələrdən əvvəl structure tikili. Cansız isimdir.
Which ya da that olar. C gedir, D gedir. Və bayaq dediyim kimi boşluqdan əvvəlki isimlə boşluqdan əvvəlki xəbəri uzlaşdırmalıyam. Structure e article var, təkdədir, xəbəri təkdə istəyir. Tək xəbərin sonunda feil s olur. Olur variant. 16. Nöqtələrdən əvvəl teatr. Məkan bildirən sözdür. Məkan bildirən sözə which deyərəm, yaxud where də deyə bilərəm. Əgər boşluqdan sonra mübtəda gəlibsə, boşluqda deyə bilərəm. İsim üstəgəl what olmaz. İsim üstəgəl what olmaz. Digərləri qaldı. Və deyirəm ki, baxıram burada 2012 deyibdi, iz deyə bilmərəm, indiki zaman getdi. Qaldı si və di bəndi. Baxın, di bəndində biz burada bağlayıcı söz görmürük. Deməli, boşluqdur. Boşluqdan sonra da was xəbər veribdi. Səhvdir, qalır si bənd.